Vur. Deməli, salam əzizləyicilər. Bugünkü qonaqlarımızdan biri Malibu'dur, Chevrolet Malibu model. Avtomobil 1.5 motordur. Avtomobili idarə edən zaman istənilən sürətdə başlayır qırılmaları baş verməyə. Özüm də sürdüm, yoxladım, avtomobil qırıla-qırıla gedir. Hər bir şeyini yoxladıq, avtomobildə injektor işığı yanmır, injektor işığına nəsə eləyiblər. Periborda göstərmir, sürətlə panelində göstərmir. Avtomobil sveçalara baxdıq, hədsiz pis vəziyyətdədir. Bundan əlavə olaraq 4-cü silindrin sveçası yaxşı deyildi. 4-cü silindrə kamera vasitəsilə baxış elədik. Yanacağı çox verir Porsche'nə. Bundan əlavə olaraq katalizator açdıq, datçikindən yoxladıq. Üst katalizatorda yanmalar var avtomobilin. Avtomobil sahibi də buradadır, onun da birbaşa iştirakı ilə avtomobili yoxladıq. Birinci prosedur nədir? Birinci avtomobilin katalizatorda tutqunluq varsa, o tutqunluq aradan qaldırılmalıdır. Ondan sonra farsonka, zaslonka və sveça işləri görülməlidir. İndi biz inşallah bu söktüyümüz hissələr yığacam yerinə, qardaş geçsin bir dənə katalizator problemini həll eləsin. Allah'ın izni ilə. Ondan sonraki prosedurları öhdəliyimə götürmüşəm və çəkim problemini aradan qaldıracam, boğulma problemini müştəriyə təhvil verəcəm. Kim ki avtomobilində çəkim və boğulma problemləri var, bizim servis seçə bilərlər. Təşəkkürlər.